Salam dəyərli müdavim və müəllimlər, hər vaxtınız xeyir olsun. Instagramda sizinlə paylaşılan 10 sualın izahına gəlin bircə baxaq. Başladıq. Müasir sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün cavabı müəyyənləşdirməliyik. Biz artıq bunu qəbullanmalıyıq ki, bəzi sözlər var ki, dilimizdə onların tələffüzü dəyişmir. Bunlardan biri də müasir sözüdür. Bəli, olduğu kimi tələffüz ediləcək. Sözdə 2 sait 3 heca var. Olduğu kimi tələffüz olunur deyə belə deyək, bu sözdə 3 sait 3 heca var. O səbəbdən birinci fikir səhv fikirdir. Sözdəki incə qapalı sait uzun tələffüz olunur. Xeyr, burada ü və i heç biri uzun tələffüz edilmir. İlk səsdən fərqli olaraq sonuncu səsin qarşılığı yoxdur. Mən görürəm ki, həm m-nın, həm də r-nın qarşılığı yoxdur. Yəni hər iki belə deyək də səsin qarşılığı yoxdur. O səbəbdən C variantı da səhvdir. Tələffüzündə 2 fərqli məqam var. Heç bir fərqli məqam yoxdur. D də səhvdir. Vurğusu 3-cü hecadadır. Bəli, bu fikir doğrudur. Müasir olacaq. Bəli, 3-cü hecaya düşəcək. Cavabımız Y variantı. Xoşluqla sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv cavabları müəyyənləşdirin. Gəlin ilk olaraq bu sözün tələffüzünü edək. Xoşduqnan olmuş olacaq. Səhvləri istəyir, yəni razılaşmadıqlarımızı istəyir. Tələffüzündə 3 fərqli məqam var. Tələffüzündə 1, 2, 3, 4 fərqli məqam var. O səbəbdən ikinci fikir yanlışdır. Daha sonra vurğusu sonuncu hecadadır. Xoşduqla vurğusu sonda deyil, 2-dədir. O səbəbdən üçüncü fikirdə yanlışdır. Cavab C variantı. Digər variantlara baxaq. Samit səslərdən ikisi təkrarlanır. Bəli, 2 dənə, məsələn, n-lar təkrarlanır. Birinci fikir o səbəbdən doğrudur. Səslərin sayı hərflərin sayından artıqdır. Yadda saxlayın, səs artımı baş verirsə, əlbəttə ki, səslərin sayı hər zaman hərflərin sayından artıq olmalıdır. Qalın saitlərin ahəngi var. Bu da doğru fikirdir. Yanlışlar oldu. C variantı. Sual 3-dən davam edək. Alacaqsınız. G hərfindən sonra kar samit, belə deyək, G hərfindən sonra samit gəlib. O səbəbdən əsasən bu formada olanda alacaq formasında tələffüz edilir. Sınız, siniz, sunuz, sünüz hər yerdə istisnasız sız, siz, sus, süz deyə tələffüz olunur. Bitdi. Alacaqsız. Bu səbəbdən cavabımız olacaq A variantı. Sual 4-dən davam edək. Altından xətt çəkilmiş sözlər bir-birinə münasibətdə nə sayılmalıdır? Sevinç, bir də qəm bir-birinin əksidir və görürük ki, cavabımız C variantıdır. Çünki əks mənalı sözlər nitq hissəsində əgər eyni gəlirsə, olacaq antonim. Təsirli halda olan isimlə başlayan cümləni göstərək. Bəli, istər mig, istərsə də sertifikasiya ibtidai üzrə ən sevilən sual tiplərindən biridir. Təsirli halla başlayan sözü yox da məhz ismi istəyir. Məsələn, mərd sifətdir, bunu çıxartdıq. Ona görə 2-ni çıxartsaq, demək olar ki, 3 variant çıxmış olur. Daha sonra baxaq. Oxu atdım, yara dəydi. Bir də bəhməzi aldım, bal çıxdı. Cavabımız 3 və 4. Baxın, əl-əli güyar, burada əl adlı haldır. Narın ağacı, burada narın yiyəli haldadır. 5-ci sualın cavabı olacaq D variantı. Dəyərli müdavim və müəllimlər, əgər izahın yararlı olduğunu görürsünüzsə, bu tip izahların mütəmadi olaraq sizlərlə paylaşmağımızı istəyirsinizsə, o zaman rəylərdə öz dəyərli fikirlərinizi, motivasiya xarakterli cümlələrinizi bizlərlə bölüşməyi unutmayın. Unutmayın ki, sizlərin yazdığı hər bir belə deyək, mesaj bizlər üçün motivasiyadır və il sonuna qədər, tədris ilinin sonuna qədər istəyərik ki, sizlərlə daimi olaraq belə imtahan səviyyəli suallar, onların izahlarını paylaşa bilək. Davam edək 6-cı suala baxaq. 6-cı suala. Hansı sözlərdə bir leksik şəkilçi var? Bunun üçün gəlin nə edək? Sözlərin hər birini kök və leksik şəkilçi olmaqla hissələrə ayıraq. Vida sözün kökü. Bilirik ki, vidalamaq sözü yoxdur. Ona görə laş leksik, maq qrammatik. Tut sözün kökü,
tutaşmaq. Ləng sözün kökü ləngimək, ləngitmək. Salam sözün kökü salamlamaq, salamlaşmaq. Ayaq sözün kökü biz nəyləsə uyğunlaşanda, yəni ayaqlaşanda onu ayaqlamırıq da, düzdürmü? O səbəbdən burada la yox, laş leksikdir. Maq qrammatik. Ayaqlanmaq, yəni ayağa qalxmaq. Ayaq sözün köküdür burada. Daha sonra ayaqlanmaq bitdi. Bir leksik şəkilçi var. 1, 3, 4 cavabımız oldu. C variantı. Ayaqlanmaq iki cür versiyası var. Həm də bunu biz ayaqlanmaq ifadəsini tapdalamaq kimi düşünəndə bu cürdə iki leksik götürə bilərik deyə. O səbəbdən altıda biraz duruxdum, qaldım ki, yəni burada hansı məntiqləndir? Altıncıda olan ayaqlanmağın iki versiyası var. Bir, həkim xəstəni ayağa qaldırdı, o ayaqlandı, o zaman bir leksikdir. Bir də var ki, məsələn, sement, hər hansı bir xalça, bu tapdalanmaq mənasında ayaqlanır. O səbəbdən 6-da iki cür versiya var deyə biz dəqiqliklə orada bir leksik şəkilçi var deyə bilmirik və bu səbəbdən də 6-nı götürə bilmərik. Həm də fikir verin, dəqiq olaraq, net olaraq dəqiq bir cavabımız varsa, o zaman 6 tipli iki versiyalı nümunələri düşünə bilmirik variant kimi. Gələk 7-yə. Cana gəlmək ifadəsi haqqında deyilənlərdən hansı səhvdir? Cavabımız olacaq D variantı və bu bildiyimiz kimi frazemdir və frazem olaraq da bunun sinonimliyi yoxdur. Yəni əsəbləşmək bunun sinonimi deyil də. Çünki frazemlərin sinonimi elə özləri kimi məcazi olmalıdır. Frazeoloji birləşmədir. Bir sözlə qarşılığını vermək mümkündür. Amonimlik yarada bilir. Bəli, cana gəlmək bir var. Kökəlmək bir də var, bezmək. Bəli, bu iki məzmundan mən onu frazeoloji amonim götürə bilərəm. İki müxtəlif mənada düşünülə bilər. Bəli, elə iki müxtəlif mənada düşünülə bilir deyə frazeoloji amonimlik sayılır. Sual 8. Eyni köklü sözləri müəyyənləşdirin. Bildiyimiz kimi eyni köklü sözlər eyni kökə müxtəlif leksik şəkilçi artırmaqla formalaşır. O səbəbdən cavabımız olacaq burada Y variantı. Bölməkdən bölük, bölməkdən bölünmək, bölməkdən bölüşmək. Baxaq, niyə D variantı olmaz? Çünki D-də eyni köklə davam eləmədilər. Burada yağ ismidir, burada yağ ismidir, burada yağmaq feilidir. Niyə C ola bilməz? Burada yanmaq feilidir, amma burada yanaşıda yanmaq feili yoxdur. Niyə B ola bilməz? Burada daş ismidir, burada daşmaq feilidir. Niyə A ola bilməz? Burada üzmək feilidir, burada isə üz ismidir. Gördünüzmü? Bizim dediyimiz qaydaya uymadı. Biz deyirik ki, eyni köklü sözlər üçün eyni kökə müxtəlif leksik şəkilçilər artırmalısan. Amma A, B, C, D-də o prinsip pozuldu. O səbəbdən variantımız Y variantı olacaq. Dəyərli müdavimlər, izahlar yararlı olursa və mütəmadi olaraq bizim ödənişsiz sınaqlardan yararlanmaq istəyirsinizsə 055 527 25 99 nömrəsinə yaza bilərsiniz və sizə əlimizdə olan bütün ödənişsiz Instagram linki, WhatsApp linki, Telegram kanalının linki hər biri göndərilmiş olacaq. Gələk 9-cu suala. Boyalı və boyaqçı sözlərinin hər ikisinə aid doğru fikri göstərməliyik. İlk olaraq gəlin sizə bu məntiqdən söhbət açım. Luli, lullu adlara qoşulan məşhur şəkilçidir. O səbəbdən boya burada isimdir. Buradakı q ya ıq, iç, uq, üçün ya da aq, əkin ixtisarı olur və boya sözü də A ilə bitir deyə deməli buradakı q aq, əkin ixtisarıdır. Onsuz da istər ıq, iç, uq, üç, istərsə də aq, ək hər zaman feilə qoşulmalıdır. O səbəbdən boyaqçı sözün kökü boya feilidir. Bitdi. Boyalı sözündə boya isim, boyaqçı sözündə boya feildir. İndi gəl baxaq görək, doğru fikir hansıdır? Cavab D variantı. Birinci söz isimdən düzələn sifət, ikinci söz isə isimdən düzələn isimdir. Bəli, hər ehtimal biz bunları kök şəkilçiyə ayıraq, daha dəqiq yadda saxlayaq. Boya, boyalı. Boyamaq, boyaq, boyaqçı. Sözün nədən düzəlməyini bilmək üçün ən son leksiklər silinir. Bəli, həqiqətən də boyalı, yəni birinci söz isimdən düzələn sifətdir. İkinci söz isə ən son
Leksik isiləndə gördüm ki, isimdən düzələn, boyaq ismindən düzələn boyaqçı ismi var. Diqqətli olun. Desə ki, sizə boyaqçı sözünün kökü nədir? Deyəsən boyamaq. Desə ki, boyaqçı sözü nədən düzəlib? Deyəsən boyaq ismindən. O səbəbdən D variantı doğru fikirdir. Eyni köklü sözlərdir, səhvdir, çünki köklər fərqli nitq hissəsidir. Hər ikisində 2 leksik şəkilçi var, səhvdir, çünki boyalı sözündə 1 leksik şəkilçi var. Birincisi feildən, ikincisi isimdən düzəlmişdir, səhvdir. Birincisi boya ismindən, ikincisi boyaq ismindən düzəlib. Bu formada olsaydı daha doğru olardı. Hər iki sözün tərkibinə görə təhlili eyni sxemdir. Biri kök və leksik, biri isə kök, leksik, leksikdir. Bunlar əsla eyni sxem sayılmazlar. Cavabımız D variantıdır. Bəli, tam da imtahan səviyyəli məşhur sual tiplərindən biri idi. Sual ondan davam edək. Hansı sözlərin hər üçünü amonim kimi işlətmək olar? Diş amonim deyil. Ümumiyyətlə, numerativ sözlər amonim ola bilməzlər. O tip ifadələr, yəni məsələn, darağın dişi, bu tip ifadələr çox mənalı söz sayılır. Göz çox mənalıdır. Bol amonim ola bilməz. Düş amonim ola bilməz. Cavabımız A variantı. Daş, aş, dil. Biri var su daşır, biri var yerdəki daş. Biri var yemək mənasında aş, kulinariyada olan aş. Bir də var dağı dərəni aşmaq. Dil, biri var insanın dili, biri də var dövlət dilimiz Azərbaycan dilidir, ana dilimiz. Bu formada termindir. O səbəbdən cavabımız A variantı oldu. Əziz dəyərli müdavimlər, bildiyiniz kimi artıq yanvar ayının sonlarına doğru gəlmişik. O deməkdir ki, artıq istər MİQ, istərsə də sertifikasiya imtahanlarına sayılı aylar qalıb və bu səbəbdən də sizlərə həm ödənişli formada, həm də ödənişsiz formada dəstək olmaq istəyirik. Ödənişli, amma belə deyək də ardıcıl, sistemli formada dərslərə qoşulmaq üçün 055 527 25 99 nömrəsinə yaza bilərsiniz. Ödənişsiz yararlanmaq üçün normalda əsasən bu məntiqə uyğundur ki, ödənişsiz hazırlaşanlar bazalılardır ki, ödənişsiz nə material oldu, onları işləyə bilirlər. Əgər ödənişsiz və bazaya maliksinizsə, əlbəttə ki, bu tip izahlarımız sistemsiz olan, yəni ardıcıl getməyən, istənilən yerdən ümumi qarışıq sınaqları işləmək sizin işinizə yarayırsa, əlbəttə ki, bu tip izahlar da davamlı olaraq sizlərə göndərilmiş olacaq. Seçim sizindir. Ardıcıl, sistemli, tam sıfırdan sona qədər izahlar üçün ödənişli qruplar. Yox, mənim bazam var, mənə ümumi sınaqlar da, ümumi mövzular da bəs edir deyirsinizsə, o zaman ödənişsiz dərslərlə də siz imtahana tam formada hazırlaşa bilərsiniz. Hər iki dərs gedişatı üçün 055 527 25 99 nömrəsinə yaza bilərsiniz.